Salam, hörmətli əməkdaşlar, hər birinizi xoş gördük. Mən Cəfərli Turanə, ixtisasca biokimyaçı, Sabira Wellnessdə təlimçi və ekspert kimi çalışıram. Ə, və ə, hər həftə bizim təlimlərimiz olur. Bildiyimiz kimi cürbəcür mövzulara toxunuruq və bugünkü mövzumuz da çox insanın sadəcə kosmetik problem kimi düşündüyü, amma əslində daha dərin səbəblərdən olan bir mövzu haqqında danışacağıq. Bu günləri biz ümumi olaraq daban çatları haqqında danışacağıq. Çünki insanların bəzən olur ki, bu ə, problemi sadəcə bir kosmetik vasitə kimi görürlər. Əslində bu daha dərin bir səbəbdir ki, hansı ki bu insanlar bunun fərqində olmadan ə, infeksiyalara qədər gətirir, çıxardır. Çünki ümumən belə götürdükdə, nəzər yetirdikdə problem dərinin strukturunda baş verir dəyişikliklər nəticəsində. Əgər bu problem vaxtında həll olunmazsa, daha çox ağrıya və yaxşı nəticələrlə nəticələnməyəcəkdir. Və bugünkü çıxılışımızın da əsas üç məqsədi var ki, hansı ki ilk olaraq daban dərisinin ilk növbədə biz anatomiyasını öyrənməliyik. Sonra isə çatların yaranma mexanizmi və ən əsası isə bu problemi necə düzgün şəkildə aradan qaldırmalıyıq. İlk olaraq gəlin baxaq, daban çatları nədir? Yəni bu suala cavab verək. Daban çatlarımız bizim demək dəridə, daban dərisində həmin dərinin elastikliyinin azalması nəticəsində yaranır. Bizim dərimiz adətən, yəni normal götürdükdə ümumi olaraq onda bir elastikliyə malikdir. Yəni dəri həm uzanır, həm təzyiqə uyğunlaşa bilir. Amma daban nahiyəsində belə deyil. Çünki orada dəri çox sərt olur, quru olur və elastiklik də itir. Nəticədə insan yeriyəndə dabanın demək yan səthlərində bir sərtləşmə olur və bir gərilmə olur. Və bu gərilmə nəticəsində də dabanlarımız həmin elastikliyə tab gətirə bilmirlər. Və bu səbəbdən də daban çatları yaranır və yaranandan sonra da əlbəttə ki, əgər biz ona vaxtında müdaxilə etmədikdə artıq bunlar tibbi problemlər kimi qiymətləndirilir. Biz daban çatını müdaxilə etməmişdən öncə ilk olaraq biz nə etməliyik? Dərimizin anatomiyasına, ayaq dərisinin anatomiyasını dəqiq bilməliyik. Çünki əgər biz fərqini bilməsək, biz bunun düzgün profilaktik qulluğa da düzgün yanaşmayacağıq. Daban dərisinin anatomiyası digər dərilərdən fərqlidir. Gəlin baxaq necə. Demək, birinci olaraq biz dedik ki, dərimiz ümumiyyətlə ilk qatı epidermisdən ibarətdir. Məhz dabanda bir epidermis daha qalındır. Əslində qalın olmağı ondan ibarətdir ki, yəni bizim quruluşumuz elə olubdur ki, bizim öz bədən ağırlığımızı həmən daban üstündə ağırlıq ora düşdüyü üçün, yəni epidermisin qalın olmağı əslində burada normaldır. Lakin qalın olduqda isə burada bəzi proseslər üzə çıxır ki, bundan əlavə, həmin bu biz dedik ki, dərimizin altında bizim özümüzün yağ vəzimiz var ki, dərini nəmləndirir. Lakin burada dabanlarda isə həmin yağ vəzləri yoxdur. Yəni demək həmin o daban hissəsində yoxdur yağ vəzləri. Sonra isə bizim daban dərimizdə tər vəzlərimiz digər nahiyələrdə daha çoxdur. Və ən vacib faktı isə daban bütün bizim bədənimizin ağırlığını daşıyan bir nahiyədir. Yəni ilk olaraq biz bunu anlamalıyıq ki, dabanımızda yağ vəzləri yoxdur, epidermis çox qalındır və bütün ağırlığımız bizim dabanların üzərinə düşür. Və bəzi bu daban çatlarının yaranması da məhz buna görə qiymətləndirilir. Ə, daban çatlarının yaranma mexanizminə gəldikdə, demək daban çatları yəni birdən-birə baş vermir. Heç kim deyə bilməz ki, məsəl üçün mən
Ayıldım, yuxudan ayıldım və mənim dabanımda çatlar müşahidə olundu. Əlbəttə ki, belə bir şey yoxdur. Bu prosesin özü mərhələli şəkildə baş verir. Gəlin baxaq necə. İlk növbədə birinci dabanımız qurumağa başlayır. Yəni kifayət qədər su yoxdur, yağ balansımız olmadığı üçün burada bir quruma prosesi gedir. İkinci proses nə gedir? Dəri artıq burada keratin qat əmələ gəlir. Bu keratin qatın əmələ gəlməsi onun da bizim dərimiz özü həyata keçirir. Çünki quruma olduqda, lipid olduqda dəri elə başa düşür ki, dabanın qorunmağa ehtiyacı var və bu zaman keratin qatın artıq qalınlaşması müşahidə olunur. Və üçüncü isə demək bu keratin qat çoxaldıqca, yəni daha çox qabarıq şəkildə burada elastiklik azalır və artıq insan yeridikcə dabanlarda genişlənmə olur. Çünki dabanlar həmin bu sərtliyə alışa bilmədiyi üçün və ona görə genişlənmə yanır və bu genişlənmə də genişləndikcə çat formasında bizim ayaqlarımıza büruzə verir. Bəs bu daban çatlarının əsas yaranma səbəblərinə gəlin bir yerdə baxaq. İlk növbədə bir çox səbəbləri var, lakin ilk növbədə daban çatları dərinin quruması nəticəsində baş verir. Yəni ilk birinci bizim fokuslanacağımız əsas proses dərimiz qurur, yəni ayaq dərimiz. Hətta mən digər təlimlərdə də deyirdim, məsələn, dəstəmaz alan insanlarda daha şiddətli şəkildə quruyur, daban çatları əmələ gəlir. Çünki həm su onun həm tər vəzi çoxdur. Yəni ayaq tərləyir, su balansı pozulur və daim da biz ayağımızı, nahiyəmizi su ilə təmasda etdikdə burada da yenə dərimizdə bir quruma prosesini müşahidə edirik və ona görə də dəri burada quruyur. Yəni ilk səbəb dərinin qurumasıdır. Hətta yaş faktorumuz artdıqca, məsələn, niyə uşaqlarda olmur, bizdə olur? Biz bilirik ki, su saxlama qabiliyyəti yaş artdıqca zəifləyir. Məhz bu səbəbdən də ilkin səbəbimiz bizim burada dərinin qurumasıdır. Bununla yanaşı əlbəttə ki, bir neçə səbəblər də var ki, məsəl üçün uzun müddət ayaq üstə durduqda, çünki daim ayaqlara ağırlıq düşür. Məsəl üçün bu da ola bilər. Açıq ayaqqabı həddindən artıq çox istifadə edənlər. Məsələn, yay aylarında görürsüz biz açıq ayaqqabıları daha geyinən insanlarda, yəni onsuz da açıq ayaqqabı çox insan geyinir. Ayaq çatları yay aylarında daha çox müşahidə olunur. Çünki səbəbi də Çünki biz dedik ki, daban hissəmizdə su saxlama qabiliyyəti az olur və hava ilə də demək reaksiya olduqda, yəni təmas olduqda burada quruma daha çox müşahidə olunur və bizim geyindiyimiz açıq ayaqqabılar dabanı tam əhatə etmədiyi üçün və bizim ağırlığımız həmin o elastikliyinə, həmin dabanın elastikliyinə çökdükdə və qapalı olmadığı üçün burada bir genişlənmə yaranır və bu genişlənmə də artıq dəri elastik olmadığı üçün və çat əmələ gəlir. Yəni açıq ayaqqabılardan çox istifadə etdikdə də, məsəl üçün bəzi insanlarda daha qabarıq olur. Yanlış ayaqqabı seçimləri ola bilər ki, məsəl üçün bəzi yanlış ayaqqabılar var ki, bu çox sıx ola bilər və yaxud da tərkib hissəsində yəni material baxımından yumşaq olmaya da bilər. Bir də ən önəmli faktor artıq çəkidir. Artıq çəki də burada yenə də bizim dabanlarımıza ağırlıq düşür və ona görə də bu şəkildə büruzə verir. Sonra isə demək əsas səbəblərdən biri də daxili səbəblər ola bilər. Məsəl üçün burada çox vacib bir məqam var ki, insanlar çox vaxt bunu nəzərdən qaçırırlar. Çünki dəfələrlə olubdur ki, məsəl üçün ayağını daim kontrol edən, daim ayaq rutinindən yəni profilaktik olaraq qulluğu edən insanlarda belə bir şey olubdur ki, yenə ayaq çatlarınla hər ay üzləşibdir. Artıq burada problem demək bədənin daxilində başlayır. Burada problem nədir? Burada problem ya A, Y vitaminin çatışmamazlığıdır və yaxud omega-3 yağ turşularının azlığı ola bilir. Bədəndə susuzluğun nəticəsində yarana bilir. Bir də ən önəmli diabet və qalxanabənzər vəzimizdə bizim problem varsa da bu problemdə müşahidə etmək mümkündür. Çünki diabet xəstələrində demək olar ki, dəri yenilənməsi baş vermir. Həmin o regenerasiya
reaksiya qabiliyyəti çox aşağı düşür və nəticədə dəri tez quruyur və çatlayır. Qalxana bənzər vəzdə də həmçinin burada su-duz mübadiləsində pozulmuş olur deyə bədən çox susuz qaldığı üçün və bu proseslə üzləşmək mümkündür. Ona görə də bəzən olur ki, kremlərimiz kifayət etmir və daxili səbəb də burada mütləq araşdırılmalıdır. Demək, daban çatlarının mərhələlərini, yəni mərhələli şəkildə biz qulluq etməliyik. Bir də çox təhlükəlidir. Ümumiyyətlə bu şəkildə gəzən insanlar var ki, yəni bunlar bunu çox belə adi qəbul edirlər, lakin əslində bu çox təhlükəlidir. Daban çatları dedik ki, birdən yaranmır. Bunlar tədricən inkişaf edir. Əvvəlcə çox quruyur, sonra qabıqlama olur, sonra həmin hissədə keratoz yaranır və keratozdan sonra dərin çox qalınlaşır. Qalınlaşdıqdan sonra elastiklik itir və burada çatlar əmələ gəlir. Çatlar əmələ gəldikdə əlbəttə ki, yerimə çox çətinləşir, yəni çox təhlükəlidir və əgər çat varsa da artıq bu nə deməkdir? Artıq açıq bir qapı var. Yəni hər hansısa bir göbələyin, bakteriyanın ora daxil olmağı bir an məsələsidir və burada da həmən bir infeksiya baş qaldıracaqdır. Və ona görə də əlbəttə ki, bu tip proseslərlə üzləşəndə sadəcə bunu bu şəkildə qoymaq düzgün deyil. Bəs biz daban çatlarının qarşısını necə almalıyıq sualına gəldikdə, bilirik ki, şirkətdə 2-3 ədəd bizim məhsullarımız var ki, hal-hazırda bu günləri təlimdə onları sizə izah edəcəm, hansılarına müdaxilə etmək olar. Sabira Wellness-də ilk olaraq bunu deyim ki, biz effektli müalicə almaq üçün, yəni müntəzəm olaraq bir protokol şəklində hər gün ayaqlarımız təmizlənməlidir. Sonra mütləq nəmlənməlidir. Və ondan sonra həftədə 1-2 dəfə peeling. Peeling dedikdə bu nədir peeling? Yəni əgər dəridə çat yoxdursa da sadəcə bir quruluq və yaxud da keratoz qalınlığı müşahidə etmisinizsə də, onda onu məsəl üçün daban daşını o da yumşaq formada, yumşaq şəkildə yəni biz müdaxilə etmək olar. Sərt olmaz, çünki sərt müdaxilə etdikdə bədəndə belə bir reaksiya baş verir ki, həddindən artıq həmin o təbəqəni, yəni keratoz olan təbəqəni daha da qalınlaşdırır. Ona görə qətiyyən sərt şəkildə onu istifadə etmək düzgün deyil. Bu da çox hər gün olmaz, sadəcə həftədə 1-2 dəfə yetərlidir. Nəmləndirmə dedikdə, hal-hazırda şirkətdə ayaq üçün nəmləndirici krem var. Tərkibində də həm karbamid var. Yəni bu nə deməkdir? Karbamid həmin o keratin qatını yumşaldır, qalınlaşmış dərini incəldir. Çox önəmli aktiv maddədir. Yəni önəmli bir aktiv maddə olduğu üçün burada bu prosesdə əlbəttə ki, bizi dəstəkləyir. Digər aktiv maddələrə gəldikdə tərkibində gialurun turşusu var. Bu da dəridə nəm saxlama qabiliyyətini artırır. Propolis var ki, hansı ki antibakteriyal, bir də ən önəmli propolizin içi bərpa edici xüsusiyyətə malikdir. Yəni orada bir bərpa etmə prosesi ləngidiyi üçün və propolizin burada da bizim köməyimizə çatmaqda məqsədi həmin prosesi dəstəkləməkdir. Və xüsusilə də, məsəl üçün, əgər artıq biz çatı müşahidə ediriksə, az miqdarda çatlar varsa da, yəni yüngül, artıq bu xüsusilə bu məhsul bizim üçün çox əhəmiyyətli bir məhsul olacaqdır. Həm elə bil ki, dərini yumşaldır, həm elastiklik verir, həm də burada olan infeksiyanı aradan qaldırır. Və şirkətdə bilirik ki, Forest Dream dəsti var və onun xüsusi bir bədən kremi var. Məhz bu bədən kremini sırf burada qoymaqda məqsədim ondan ibarətdir ki, bunun tərkibi əsasən çox quru nahiyələrdə, dəridən nahiyələrdə olan proses üçün nəzərdə tutulubdur. Çünki bu məhsulun tərkibində kakao yağı var ki, bu dərini dərin şəkildə qidalandırır. Makadamiya yağının özü lipid balanslı olduğu üçün, yəni lipidimizi bərpa edir. Əlavə jojoba yağı var. Biz dedik ki, dabanda demək olar ki, dəridə yağ vəzləri yoxdur. Elastiklik azaldığı üçün dəri genişlənir və çatlayır. Və jojoba yağı da bunu öz təbii yağ quruluşuna oxşatdığı üçün və əlbəttə ki, həmin nahiyəni qoruyur.
Və yenə də bunun tərkibində necə dedik ki, karbamid əsas aktiv maddədir. Bu prosesdə ən önəmli aktiv maddə bizə karbamiddir və bu Forestrin dəstinin də tərkibində var ki, bu da həmin o quruluğun qarşısını alır. Əslində bu maddələr hər biri birləşdikdə dəri nəm saxlayır və ən əsası quruluğu azaldır. Və sual ola bilər ki, məsəl üçün iki məhsulda istifadə edə bilərikmi? Əlbəttə ki, istifadə edə bilərsiniz gün ərzində. Və əlavə çay tikanı tərkibli lipid bərpasını bərpa etmək üçün bizim kremimiz var. Düzdür, üzərinə bədən üçün yazılsa da biz bunu, yəni tərkibini analiz etdikdə əlbəttə ki, dabanlarımıza da istifadə edə bilərik. Səbəbi ondan ibarətdir ki, çünki tərkibində omega 7 var, çay tikanı yağı. Dəri biz dedik ki, burada yenilənmir, yəni yenilənmə olmadığı üçün əsasən burada çay tikanı yağı omega 7 olduğu üçün dərinin yenilənməsini sürətləndirir. Və tərkibində ən önəmli alatanin toxuması var. Yəni bunun məqsədi burada nədir? Yəni sırf bədən üçün olsa da, lakin tərkibindəki bəzi aktiv maddələr var ki, hansı ki, bəzi mexanizmləri dəstəkləyir. Məhz bunun tərkibindəki alatanin toxuması da orada çat varsa da çatların sağalmasını sürətləndirir. Yəni həmin o prosesi dəstəkləyir. Və şi yağı da var bunun tərkibində də. Bu da həmin o bariyerimizi qoruyur, lipid bərpasını bərpa edərək daha çox müdafiə sistemi kimi burada rol oynayır. Demək, daban çatlarına qulluq protokolu olduqda biz nəyə əsasən fikir verməliyik? Ümumiyyətlə, daban çatları düzgün ardıcıllıq çox vacibdir. Yəni, hər axşam biz ayaqlarımızı mütləqdir ki, təmizləməliyik. Diabet xəstələri xüsusən də, çünki onlarda ümumiyyətlə sinir ucuları çox zəif olduğu üçün, ümumiyyətlə, nə yaranı, nə ağrını, nə çatı, heç bir şeyi hiss etmirlər. Və ona görə də mütləq hər axşam saatında rutin olaraq biz ayaqlarımızı mütləq təmizləməliyik. Və ondan sonra hər axşam mütləq hər gün ayaq kremi tətbiq olunmalıdır. Mütləq qidalandırıcı kremlərdən istifadə olmalıdır. Qidalandırıcı dedikdə burada mən Forestrim dəstində olan kremi, bir də çay tikanı tərkibli, qoz yağlı tərkibli həmin o məhsulu nəzərdə tuturam. Mütləq onlar da istifadə olunmalıdır. Əgər çatlar çoxdursa da, mütləq kremləri istifadə etdikdən sonra pambıq corablardan geyinmək çox məsləhətli olar. Xüsusən bu aktiv maddələrin hər biri yaxşı təsir edir. Lakin dediyim kimi, həftədə 1-2 dəfə yüngül peeling etdikdə həmin oradakı o yığılmış qalın dəri təmizləndikdən sonra bu nəmləndiriciləri istifadə etdikdə əlbəttə ki, biz daha yaxşı nəticə alırıq. Bir də var ki, bilirəm ki, hal-hazırda da bəlkə də rastlaşmısınız. Demək, bu daha çox çatlar daha çox qabarıq şəkildədir, açıq şəkildədir və həddindən artıq orada qanama biz görürüksə də, əlbəttə ki, bu məhsulları biz onun üzərinə tətbiq etdikdə nəticə almaya bilərik. Çünki orada demək olar ki, qalın təbəqə çox olduğu üçün biz o məhsulların nəticəsini görə bilmirik. Və bunun üçün də bilirik ki, xüsusi pedikürlərimiz var ki, hansı ki, onlar da podoloqlar adlanır. Əgər bu kəskin vəziyyətdən söhbət gedir, kəskin vəziyyətdə mütləq onlara müraciət olunur. Onlar xüsusi həmin o qarlı. Ondan sonra biz günlük rutinimizə mütləqdir ki, biz bu məhsullardan istifadə edərək profilaktik olaraq dərimizi nəmləndirək və bu daban çatlarından mübarizə aparmayaq. Demək, bunu demək istəyirəm ki, sonda hörmətli əməkdaşlar, çatlarının əsas 3 səbəbi var. Yəni bunu hər kəs bilsin. Quruluq, yəni ən önəmli, keratin qatının qalınlaşması, elastikliyin azalması. Yəni bu 3 dənə problemdir. Bu 3 problemi mütləq həll etməliyik. Həll etməliyik, necə həll etməliyik? Nəmləndirməliyik, dərinin yenilənməsini sürətləndirməliyik, bir də lipid bariyerini qorumalıyıq. Bu yanaşma hər biri daban dərisində tətbiq olunarsa da, yəni daban dərisi əlbəttə ki, yenidən elastik olacaq və əlbəttə ki, sağlam olacaqdır. Müdaxilə olunmasa,
anatomiyası elə bir vəziyyətdədir ki, yəni dabanımız elə bir vəziyyətdədir ki, biz daban çatlarıyla ömrümüzün axırına qədər mübarizə aparmaq məcburiyyətində qalacağıq. Və unutmayaq ki, biz tabanlarımıza diqqət yetirmək yalnız bizim estetik və yaxud da kosmetik bir proses deyil, ümumi olaraq bu ümumiyyətlə tibbi problemlərin qarşısını almaqdır. Hər birinizə təşəkkür edirəm təlimə qoşulduğunuz üçün, mənə vaxt ayırdığınız üçün. Ümid edirəm ki, maraqlı təlim oldu. Bu təlimi salmaqda məqsədimiz həm sizlərdən mənim üçün müraciət olunmuşdu və mənim də ətrafımda da, sizlərin də ətrafında bilirik ki, bu proseslə üzləşən insanlar çoxdur. Hətta bunu da deyim ki, hörmətli əməkdaşlar, indi yay ayları gəlir və hər biriniz öz iş həyatınızda, yəni öz şəxsi həyatınızda belə mexanizmi anlayıb düzgün şəkildə dabanlarınıza qulluq edəcəksiniz. İnşallah gələn təlimdə görüşmək ümidi ilə hər birinizə sağ olun deyirəm.